Qəza namazları qalan adam nə qədər təəccüblüdür. Sən 10 ildir dindarsan, 20 ildir dindarsan. Qəza namazların qalır. Niyə sənin gözünə durub? Deyirsən vaxtım yoxdur, bilirsən də, özün də bilirsən ki, belə deyil. Biz niyə qiyamda ən balaca surələr seçirik? Niyə axı namaz qılım sözlərini uzatmaq bizim üçün narahat gəlir? Çünki məqsədimiz yoxdur. Əqlən istəyirik, amma nəfsimiz nə demiş? Nəfs narahat olma, əqlimin istəməyinə baxma. Nəfs, sən nə desən o? Nə olsun ki, mən istəyirəm cənnət? Sən deyirsənsə ki, qəza qılmayaq. Sən deyirsən mən ən balaca surə seçim, okey, mən onu seçərəm. Sən deyirsənsə ki, mən xanım Zəhranın zikrini namazdan sonra tez-tez deyim, mən səndən razıyam. Onu mən gec heç deyərəm. Heç onu mən yavaş-yavaş Allahu Əkbər, Allahu Əkbər hər deyə Rəbbimiz zikri elə deyərəm, yox, demərəm. Sən narahat olarsan, ey nəfs? Məlumdur ki, bu hədəfsizlikdir. Məlumdur ki, bu biraz da ağılsızlıqdır. Eləcə də imansızlıqdır.